bir nəfər gəldi İmam Cəfər-i Sadiq əleyhissalamın yanına, dedi, ey Allah Rəsulunun oğlu, nə üçün haram tikəni yemirsən? İmam əleyhissalam belə cavab verdi. Dedi, sən alovu ağzına qoyarsanmı? Dedi, xeyr. Niyə? Çünki mənim ağzımı, dilimi yandırar. İmam əleyhissalam buyurdu ki, biz hər bir əşyanı öz əsli sifətində görürük. Haram loxma oddur, cəhənnəm odudur. Onu əsl sifətində gördüyümüz üçün biz Əhl-i Beyt heç vaxtı haram tikəni ağzımıza qoymarıq. Bu da onu göstərir ki, məsumiyyət məqamına sahib olmuş insanlar, yəni Peyğəmbərlər, Əhl-i Beyt imamları, o cümlədən bəzi kəslər, məsələn, Həzrəti Məryəm əleyhissalam kimi şəxslər ilmül yəqin Allah tərəfindən verilmiş bir elmə, bir fəzilətə sahib olublar.